Herkese salam dostlar, mən Fərid. Yepyeni bir video ilə qarşınızdayım. Yenə fərqli konseptlə qarşınızdayım. Tam fərqli içəriklə qarşınızdayım. Bu gün Azərbaycanda YouTube niyə inkişaf etmir adlı video ilə qarşınızdayım. Videonu axıra kimi izləməyi unutmayın. İndi isə gəlin videoya keçək. Dünyanın ən böyük platformalarından biri olan YouTube niyə bəs bizim ölkəmizdə, yəni ki, Azərbaycanda niyə inkişaf etmir? Əslində Azərbaycanda YouTube'un inkişaf etməməyinin bir nömrəli səbəbləri sizlərsiniz. Çünki niyə? Çünki Azərbaycanda ən yaxşı içərik çəkən YouTuberlər var. Hətta onların xarici ölkələrə baxmış videoları daha yaxşı vəziyyətdədir. Amma izləmir. Digər səbəblərdən biri də başlıca səbəbi ailədən başlayır. Çünki ailədən video çəkməyə icazə verməsələr, o uşaq yəni yaxşı videolar çıxarda bilməyəcək və vaxtları qısıtlamada olacaq. Daha sərbəst videolar ata bilməyəcək və YouTube inkişaf etməyəcək. Buna görə də məncə o qərarlar çox axmaqca fikirdir. Yəni niyə uşaq istədiyi yön üzrə YouTube-da və digər platformalarda irəliləməsin? Yəni mən də əvvəllər montaja başlayanda ilk başlarda hər şeyi telefonla eləmişəm. Yəni sıfırdan telefonla başlamışam. Hələ indi də çox vaxt montajlarımı telefonla eləyirəm. Yəni notebookda çox vaxtımı ayıra bilmədiyim üçün əlimdəki telefonla başlayıram. Sən də əlindəki telefonla başla. Yəni heç kimə baxma, çalış irəlilə, öz içəriklərini çək. Heç olmasa özünü çəkməsən belə mənim kimi səsli, gözəl montajlı videolar çıxar və bir-birindən yaxşı içəriklər çıxarmağa çalış. Çalış kimdənsə kopyalama. Ola bilər ki, daha sənin video fikir ağlıva gəlməsin, daha kreativ, lakin ona buna bax, digər YouTuberlərə bax, lakin öz səriştənlə, öz fikrinlə olan bir video çıxart. Ayı qaqalar yaxud və digər insanlara oxşama, çünki onlar boş-boş gəzir, vaxtını itirir. Sən özünü onlar kimi günüz vəziyyətisən, amma otur fikirləş, nə edəcəyini, necə proyekt çıxara biləcəyini otur fikirləş ki, daha yaxşı bir yolla YouTube'da irəliləyə bilərsən. Məsələn, Azərbaycan YouTube'larında yeni başlayıb, məsələn, Fırıcı, sonra yeni başlayan Rəşad, onun dostu və digər İlkin Feyziyev və digər bir-birindən yaxşı video çəkən kanallara oxşa. Düzdür, abunələri belə deyək, qlobal içində olmasa da, Energenzer kimi olmasa və digər Dipper Bro kimi daha çox abunəsi olmasalar da, amma abunələrinə görə qayət yaxşı izlənirlər. Sən də onlar kimi bir yerdən başla ki, nəyəsə sahib olasan, yəni müəyyən bir abunəyə gələsən, heç vaxt gecdir demə, heç vaxt eləyə bilmərəm demə, yoxla, bir dəfə, iki dəfə, üç dəfə yoxla. Yəni axır əvvəl olacaq, araşdır, axtar, fikirləş, düşün ki, mən bunu necə eləsəm alındıra bilərəm. Yəni hansı cür videolar çəksəm, necə bir şey eləsəm, canlı yayınla mı, yoxsa necə bir şey etsəm, yaxud da evdə video içəriklər çəksəm, yəni hansı konseptdə eləyəsəm, daha çox izlənərəm, daha çox kütlə sevər deyə axtar, öyrən, videoları at, bir dəfə, 5 dəfə at, axır əvvəl videonun biri tutacaq və izlənəsən. Kim bilər, bəlkə gələcək nəsil Azərbaycanın elə ən yaxşı YouTuberi sən olasan. Ona görə başla və bizlərə dəstək ol ki, yersiz YouTuberlərə dəstək olmayın. Mənə və digər əziyyət çəkən YouTuberlərinə, məndən daha çox əziyyət çəkən YouTuberlər var. Onlara dəstək ol ki, YouTube yaxşı yerə getsin, yaxşı konseptlər irəliləsin. Yəni YouTube inkişaf eləsin də, YouTube qısa bir müddət ərzində. Bu videonu da bura kimi izləmisənsə, kanalıma abunə olub bildirimləri açmağı unutma ki, Azərbaycan YouTube inkişaf etsin. Yəni daha çox montaj eləyirik, vaxtımız daha çox sərf eləyirik. Yəni nə üçün? Azərbaycanda yaxşı bir proyektlər, videolar çıxarmaq üçün. Ona görə sən də bizə dəstək ol, videolarımıza like, yorum at, kanalıma abunə ol, bildirimləri at ki, biz də müəyyən bir yerə gedək. Həmçinin sən də əlindəki telefonla başla. Heç vaxt gec demə, hər şeyi telefonla eləmişəm, sən də bir şey bacara bilərsən.